may bax buraxın deyin 3 ildən sonra dəyişəcək. Belə şey ola bilər? Yox, qiymət segmentasiyası совсем başqadır. Yox, mən razıyam. Məsələn, əgər bir 15 minlik maşın buraxsa, desə ki 3 ildən sonra şey deyəcəm, heç mən baxmıram, ona servis də yoxdur. Adam fikirləşər, okey, da 15 min bölür, 3 ilə sürmək olar da prinsipi. Bugün biz onu alırıq da usta. Amma bugün baxın, artıq bilirsiniz ki, qərar var. 2026-ın yanvarından şeylər yoxdur da. ƏDV və ƏDV yığışdırılacaq. Nə olacaq? Maşının qiyməti avtomatik qalxacaq. Onda sual verəcəm. Onda sual yarar. Hibrid mi alacaqsınız, benzinmi? Oca benzinə qaçacaqlar. Şey benzinə qaçacaqlar ya da avtomarket, yəni ki öz ölkəmizdəki köhnə maşınlara qaçacaqlar və ardıcıllıq pozulacaq. Ən təhlükəli şey. Ardıcıllıq pozulacaq. İndiyənə qədər aldığınız maşında satış düşsə, kim ondan ticarət cəhətdən maraqlı olacaq? Niyə mən sizə olmayan maşına zapças gətirim? Yəni proses 3-5-li də görməyə bilər.